Ali-İmran suresinin 157. ayesinde Allah Teala buyurur: وَلَئِنْ قُتِلْتُمْ فِي سَبِيلِ اللّٰهِ اَمُّتُّمْ لَمَغْفِرَةٌ مِنَ اللّٰهِ وَرَحْمَةٌ خَيْرٌ مِمَّا يَجْمَعُونَ. Eğer Allah yolunda öldürüləsiz ya öləsiz, fərq eləməz. Bu iş Allah'ın sizə bu rəhmət və məğfirəti bütün topladığınız, əldə etdiyiniz bütün yaxşılıqlardan və xeyirlərdən üstdür. Yəni Allah yolunda bu şəhadət zirvəsinə yüksəlmək, şəhid olmaq bütün yaxşılıqların başıdır. Bütün xeyirlərin ən alisidir. Peyğəmbər salavatullah buyurur ki: Səlasətun yəşfəunə iləllah əzzə və cəllə. Qiyamət günü 3 dəstə insanlardan olacaq ki, Allah'tan şəfaət istəyəcəklər ki, ümmətə, insanlara şəfaət edə bilsinlər. Fəyüşəffəun. Onlara şəfaət izni veriləcək. Onlardan birincisi əl-ənbiya, peyğəmbərlər, sümməl-uləma, alimlər, sümmə-şühəda, sonra şəhidlər. Şəhidlər də şəfaət etmə imkanına, imtiyazına malik olan insanlar içərisində o məqama yüksələnlərdirlər.